Əzizlər, İbn Teymiyyənin Əs-Sarimul Məslul Alə Şətimir Rəsul kitabı var. Son dövrlərdə 3 cild şəklində də çap edilib. 3-cü cildin sonlarına baxın. Görərsiniz ki, bir məsələ barəsində necə bir nəzəriyyə qurub. O da budur. Cənnətə və Allah Rəsulu ilə görüşə aparan ən yaxın yol budur ki, harada Rafizi görsəniz onu öldürün. Bu nəzəriyyə kamil şəkildə onun tərəfindən təsis edilib. Amma bəziləri bilmir ki, bu adamlar Allaha hansı əsasla yaxınlaşmaq istəyirlər. Kərbəlaya gəlirlər, insanlar da qürbətən ilallah ziyarət edirlər. Akışı fərqli məsələlərdir. Onunla ixtilafın ola bilər, deyə də bilərsən ki, bu müşrikdir. Amma onu partlatmaq, özünü də öldürmək ki, onları partladasan, sizcə bu sadə bir şeydirmi? Mən öz adımdan danışırım. Mənim əlimin bir yerinin çızılmasına belə hazır deyirəm. Əzizim, bəs bu adam niyə hazırdır? O özündən heç bir əsər əlamət qalmayacaq dərəcədə özünü partlatmağa hazırdır, təkcə 5 nəfər şiəni öldürmüş olsun. Axı bu necə əqidədir? Onun əsası hardadır? Təməli bax oradadır. Qəribə orasındadır ki, gətirdiyi rəvayətlərdə deyir, əgər rafiziləri görsəz, onları harda tapsanız öldürün. Deyirlər ki, bu rəvayət Əlidəndir. O bunu Əli ibn Əbu Talibdən rəvayət edir. Deyir ki, güya Əli ibn Əbu Talib buyurub. Bunlar axır zamanda özlərini mənə yalan və iftira ilə nisbət verəcəklər. Bunlar mənim nə ardıcılarımdır, nə şiyələrimdir, nə də başqa bir şey. Bəs biz onları necə tanıyaq? Rəvayət nəql edir ki, onları necə tanıyaq? Deyir, onları belə tanıyın ki, onlar Əbu Bəkir və Öməri lənətləyərlər. Bu, onların əlamətlərindən biridir. Bu zaman sən indi başa düşürsən ki, filan kəsləri lənətləmək üzərində qurulmuş televiziya kanalları hansı istiqaməti xidmət edir. Bunların hamısı, əzizlərim, əslində araşdırılmış tam bir nəzəriyyədir. Bölgə üçün hazırlanmış tam bir layihədir.